Herkese salam, kanalıma hoş gəlmisiniz. Sosial şəbəkədə məşhurlaşan Arzu ləqəbi ilə tanınan İldüzə Hacıyeva bugün məhkəməsi baş tutub. Məhkəmə qərar qəbul edərək Arzunun ev dustaqlığına buraxılmasına bəraət qazandırıb. Həmin görüntüləri sizlərə təqdim edirəm. Ay Allah, mənə söylədim. Uşaqlar, ben, uşaqlar, Arzu çıxdı. Sevinç xanım. Sevinç. Yuxum Ayşə, yuxum. Sevinç hardadır Sevinç? Azərbaycanın Sevinç ana. adalətini Bəli, biz inanırdıq. İlber babaya. Biz bilirdik ki Cənab Prezident bizim vəsalətləri, media işçiləri. Qoy bir kəlmə deyim. Təşəkkür edirəm. Elnur Xalqın gözü Elnur Nuriyev, ədalətli hakim. Elnur Nuriyev. Apellyasiyada başda Cənab Prezident olmaqla təşəkkür edirəm. Bəli, Arzu azadlıqda. Mən gözüm görmür. Allah bizim prezidentimizə değmesin. Bizim Yok burada adamlar var. ədalətlə işləyən məhkəmələrimizə, hakimlərimizə Bəli, değmesin. haqq ədalət öz yerini tutdu. Belə də olmalıydı. O 4 uşağın ailəsi yerdə qala Bəli, bilməz. bəli. Çox sağ ol. Allah haqqı sevindim, danışa bilmirəm. Çox sağ olun. Şu ədalət budur. Ədalət budur. Falsı deyir, düzey falsı. Həmin bu falsıdır bax. Falsı deyir. Bebesidir. Falsı ya. Aytəsi. Mən heç də unutmarsın. Necə də nətər Gözləyirəm, çıxsın. Hə, çıxır. Arzu çıxsın da, Arzu çıxır. Arzunu indi içərdən götürürük. Deyək, indi Arzum çıxacaq dostlar, hamı burada olsun. Yanımdadır. Ben ne demiştim dostlar dünenleri? Demiştim ki bir veya ikinci proseste Arzum azadlığa çıkacak. Bu adalet berqərar oldu. Çıxdı. Ben hamınızı təbrik edirəm. Hamınızı dostlar. Bura gələnlər. Ağla indi. Görsən indi dik dur. Aslan dedi, hə, Aslan dedi, Aslan. Ben Mən demiştim bu sənə nə söz. demişdim orada, nəsə dedim. Muştuluğumu alacağım senden. Demiştim. İnşallah, inşallah. Özü bugün Milli Mətbuat gündür. Ben bayramımdır. İnşallah, inşallah, inşallah. İnşallah. Əziz dostlar. Arzum xanım azad oldu. Çox şükürlər olsun. Bütün Azərbaycan xalqı yoxdur burada. Valih müəllim Ayşə. təbrik edirəm. Telefonumu gel. Git telefonumu gel. Gətir. Ayşə. Teşekkür ederim. Sən o olacaq. Dedim ki ev dustaqlığı olacaq. Heç kim də inanmır mənə. Deyirəm ki ev dustaqlığı olacaq. Sonra prokuror deməli 99% ev dustaqlığıdır. İnteresli baxırlar mənə sən gəldi qərarı elan elədilər ev dustaqlığına çıxsın. Hətta məhkəmə istintaqını da aparması o deməkdir ki, yəni iş üzrə istintaqa yenidən baxılacaq və yenidən Gördünüz, Arzu geldi. Gördünüz, sökeçür. Hə, indiki Arzuydu. Qadınlar idi də, hə, deyirəm. Mən öldüyüm günü bilmirəm. Qızlar idi, o birisi oğlanlar idi. Çünki dalda şey oturmuşdu. Pensioner. Kişilər. O bizi gördü ya Fortiskada. Ona görə bağladım. Bağladılar. Arzu bizi gördü. Uşaqlar Arzu bizi gördü. Taxtılar Fortiskan bağladılar. Gördün sən Fortiskan necə bağladılar? Hə? O bizi görür, biz balaca setkalardı maşını. Bunlar əl atdılar, şey bağladılar. Hə. Bütün media işçiləri buradadır, bütün. Yazıq Aytən. Allah heç kimi bu qapıya salmasın, bu qapıya. Allah heç bir üzü bu qapıya salmasın. Heç bir üzü. Heç bir üzü bu qapıya salmasın. Heç bir üzü. İndi keçirik hamımız içəri də, görən olmaz. Çox sağ olun.